Hər vaxtınız xeyirli olsun. Dədə balaları, hər zaman olduğu kimi yenə də bir qeyri-adi evlə huzurunuzdayam. Diqqətlə izləyin, sona kimi baxın. Çox möhtəşəm bir evdir və möhtəşəm bir adamın evidir. Hər birinizin tanıdığı məşhur bir şəxsin evidir. Sona kimi dinləyin, sona kimi izləyin. Evin yerləşdiyi ərazini ilk öncə sizə bildirim. Lənkəranda Aspetrolun arxa məhəlləsində gördüyünüz kimi Talış dağlarının seyrangahında gözəl bir məhəllədir. Magistral yoldan hardasa 250-300 metrə içəridə yerləşir. Ümumi həyətyanı sahəsi 4 sotdur, sənədlərdə 3 sotdur, 1 sot zəbti var. 4 tərəfdən hasara alınıb, həyətə düşəcəyəm, sizə nümayiş etdirəcəyəm. Hal-hazırda evin 2-ci mərtəbəsində qonaq otağındayıq. Gördüyünüz kimi qonaq otağında hər cür şərait qurulub. Ümumiyyətlə bu evin tikintisində də mən iştirak eləmişəm. Bildirdiyim kimi məşhur bir dostumun evidir. İrəli dəqiqələrdə sizə bu haqda izah verəcəyəm. Məncə heç izaha ehtiyac yoxdur. Şəkilə baxsanız kifayət eləyəcək. Dəyərli dostlar, bu ev satılır və çox gözəl qiymətə satılır. Qonaq otağı ilə tanış oldunuz. Gəlin gedək digər otaqlarla da tanış olaq. Baxın, bir dənə belə bir dəhlizdir. Kifayət qədər geniş, böyük və tam təmirli, neoklassik təmirə sahib olan bir dəhlizdir. Gördüyünüz kimi, baxın, bütün ustaların əl işi göz qabağındadır. Bir dənə sanitar qovşağı ilə tanış olaq. Gəlin, baxın, hər cürə şərait qurulub. Kabinkasından belə var, gördüyünüz kimi. Yüksək səviyyədə təmir olunub. Yəni, bu evi gəlib gözlə görməyiniz daha məqsəd yönlü olar. Gəlin, baxaq, növbəti otaqlara da bir dənə fikir verək. Bir dənə burada balaca uşaq otağıdır. Əzizə balamızın otağıdır. Gördüyünüz kimi. Dostlar, evin qiymətini irəli dəqiqələrdə sizə elan eləyəcəyəm. Amma çox xahiş edirəm, qiymətlə bağlı bizi heç kim narahat eləməsin. Çünki bu evin qiymətini özüm çıxarmışam. Mümkün qədəri ilə ədalətli qiymət çıxarmışam. Hətta qiymətindən aşağı qiymət çıxarmışam. Sadəcə olaraq ev sahibi, ev böyük olduğuna görə ümumi sahəsi 300 kvadratdır evin. Burada bir otaqdır. Gördüyünüz kimi yataq otağıdır. Hər şey yüksək səviyyədə. Ev sahibi evin belə deyək, ağır yükünü götürə bilmədiyi üçün satır. Çünki bunun nə bilim kombisi, işığı, qazı falan bunlar çox yüksək məbləğdə xərclər tələb eləyir. Gördüyünüz kimi burada bir dənə geniş yataq otağıdır. Hər bir şey yüksək səviyyədə təmir olunub. Divarda dekorlar, divar kağızları, döşəmə, laminat, tavan, alçıban. Nəzərinizə çatdırım ki, yuxarıda otaqlar hər biri radiatorlarla təchiz olunub. Birinci mərtəbə isə tam olaraq isti döşəmə ilə təchiz olunub. Gəlin gedək birinci mərtəbə ilə də tanış olaq, görək nə var nə yox dostlar birinci mərtəbədə.